Bu yay harda istirahət Vay, hara eləyəcək. gedirik? Hara gedirik? Röya xanım salamlar. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Hə, Çox getdi, maraqlı üstümə bir söhbət sildim onu. olacağına inanırıq. Elə birinci əvvələ gedək. Mən bilirdim ki, dəfələrlə sizə Səs Azərbaycandan münsif olmaq barədə təkliflər gəlib. Bəli. Amma Bir siz bu neçəsini də sən mənə zəng vurub demişsən. bəli və bu təklifləri siz geri çevirirdiniz. Necə oldu ki, sonuncu sezonda bu təklifi qəbul elədiniz? Razı salan sizi nə oldu? Əlbəttə ki, bu bütün dünyada səs salan və sevilən bir proyektdir. Mən çox istərdim ki, orada olum. Amma bu proyekt bir çox işlərdən də ulduzları geriyə atır. Bu səfər bütün dostlarımın məndən xahişinə görə bu səfər dedilər ki, Röya, sən bunu bacaracaqsan. Mən deyirdim ki, hövsələsizəm, mən otura bilmərəm, mümküniyyətsizdir o qədər əziyyətə dözmək falan. Amma yaxşı ki, razılaşdım. Çünki məncə Səs Azərbaycana yenilik gəldi. Yəni özümü tərifləməyim, amma gəldi. Münsif kürsüsündə əyləşmək bir başqa məsuliyyətdir. Münsif kürsüsündə olmaq necə bir məsuliyyət gətirdi sizə? Məncə mənim həyatıma çox böyük bir rəng qatdı. Mən yeni dostlar qazandım. Mən yeni səslər tanıdım. Mən özümə duet ortaqları seçdim. Mənim həyatıma çox böyük, qarışıq, çox maraqlı rənglər gətirdi bu proyekt. Duyğulu, rəngarəng, Dəhşətli. emosional. Bəzən biz baxanda görürük ki, siz kövrəlirsiniz, bəzən hətta masanın bəli. üstündən çıxıb İnanırsınız, düyməyə orada basırsınız. seçdiyim elə uşaqlar var ki, bəziləri artıq proyekti tərk ediblər. İstəmirdim də. Bu proyektin bir tərəfdən də adamı belə ağrıdan yeri odur ki, sən o uşaqları o cür sevgi ilə yalvarıb komandama gətirirsən və hər həftə birini mütləq yola salmalısan. Bu qayda qanunudur bunun. Bundan əvvəlki münsiflər, jürilərin rəqabətləri barədə kulislərdə çox söhbətlər gəzirdi. Kimisi bir-birindən danışmırdı, kimisi sağlam rəqabət vardı və s. və ilaxır. Sizin sezonda necə? Rəqabət necədir? Münsif yoldaşlarınız barədə nə demək istəyirdiniz? Biz bu həftə izləyəndə mən yenə də başa düşdüm ki, nə qədər ki Azərbaycan səsi olacaqsa, məncə bu 4 nəfər orada olmalıdır. Təsəvvür eləyin ki, 4 hava bürcü var orada. 2 ikizlər var. Mən onu düşünmüşəm. 2 tərəzi iki var. tərəzi. Təşəkkür edirəm əzizim. Röya Ayxan, Eldar, Eldar əkizlər bürcüdür. əkizlərdir. Zülfiyə xanım, Murad Arif tərəzi bürcüdür. Mən o Təşəkkürlər. gün də ona diqqət elədim. Dedim, siz O düşünün də qədər oranı. gözəl dostluğumuz var. O qədər gözəl deyib gülürük. Onun yarısını biz efirə verə bilmərik. Yəni heç çəkə də bilmirlər, deyirlər, stop, bəsdirin. Təsəvvür edin ki, hər kəsin öz otağı var, amma hamı yeməyini götürürdü, bir-birinin otağına gedirdi. Heç kim tək yemək yemirdi yəni. Bu yəqin ki, yansıdı televiziyanın əli ilə və ona görə də bu proyekt daha çox səs saldı. Heç kimin bir-birindən çəkinəcəyi yoxdur, kompleksi yoxdur. Hamı dostcasına bir-birinə sözünü deyə bilirdi orada. Mən bunu bilirsiniz niyə taxıram? Çünki gün gözümə vurur Vurun. ona görə, amma burnumun əməliyyatına görə də taxa bilmirəm çox. İki daş arasında yerə qaldı. Bəli ki, 5-ci səfər getməyim. Səs Azərbaycan bir qlobal layihədir. Bəli. Dünya miqyasında tanınan Və bir biz bu layihədir. səfər ilk dəfə doğrudan da Səs Azərbaycan olaraq qlobala düşmüşdük. Biləsiniz. Bəs Bəli. videoların sayına Bəli. görə Bəli. münsiflərin Bu seçimləri arada iştirak. bizim kapuçinamız Cappuccino. çox dadlıdır ha. Özümüz düzəldirik. Bu arada dadına da baxın. Uşaqlar siz baxa bilirsiniz. Möhtəşəmdir. Amma dadını sizə deyə bilərəm ki, əladır. Münsif sizə nə qatdı həyatınıza? Yəni ki, daha mı mən loru dildə demək istəyirəm ki, ego tətmin etmək olur bəzən. Bəzən olur ki, artıq statusun tam özünü təsdiqləmək olur. Bəzən olur ki, artıq bir pedaqoq kimi mən də fəaliyyət göstərirəmmi deyim. Həmişə arzuladığım bir arzu var idi. Bir prodüser kimi. Bəli, hər dəfə siz xatırladırsınız. Bəli, gənclərin arxasında duran bir gücüm olsun. Bu işin öhdəsindən gəlmək üçün və artıq ki, düşünürəm ki, gələ bilərəm. Səs Azərbaycan bax mənim o egomu, o gücümü, o özünə güvəncliyi gətirdi. İndi deyə bilərəm ki, bəli, mən nəsə edə bilərəm. Sizin seçimlərinizə də baxırdım. İştirakçılara necə diqqətlə qulaq asırdınız? Mənə maraqlı idi. Siz orada səsin gücünə, texniki bazaya mı önəm verirdiniz, yoxsa şoya mı diqqət yetirirsiniz, yoxsa ümumi hər şey olmalıdır artistə? Nəyə diqqət edib seçirsiniz? Məncə ən çox mənim üçün müğənninin ruhu lazımdır. Mən ruhən onları seçdim və gedişatda da kimi yola salmışamsa, demək ki, o məni ruhən qane etməmişdir. Ona
Ona görə də onu yola saldım. Əlbəttə ki, Səs Azərbaycan adı varsa, demək ki, bizə ən önəmlisi səs lazımdır. Amma tək səs hər kəsdə var. O səsi necə təqdim edəcəksən? Sənin ruhun o qədər buna hazır olmalıdır. Sən o qədər ruhən güclü olmalısan ki, sən bunu edə biləsən. Tək mənim gücümlə bu olası bir şey deyil idi. Ona görə mən düşünürəm ki, səslə birlikdə onun azad ruhu olmalıdır. Sizdə iştirakçılarda hal-hazırda belə biri varmı? Bəli, belə biri var. Teymur məni seçəndə bunu yəqin ki, hər kəs baxdı. Hələ də bu çox Söhbət Teymur danışılacaq. Hənifəyevdən gedir. Teymur məni seçəndə mən elə qışqırıb, yəni belə həyecanla Emosional bir şəkildə mənim bütün sevindiniz. dostlarım zəmin dedilər ki, Röya elə bildiksən Eurovisionda qalib gəlmisən. Çox sağlamışdı o məni seçdiyinə görə. Hər kəs böyük həyecanlı idi. Və bu həftə biz onu yola saldıq. Amma biz onu yola salmadıq. Neçə gündür ki, biz studiyadayıq və mahnımız da hazırdır. Artıq başqa ölkəyə yollanıldı ki, canlıları çalınsın. Mən neçələ bir səsi xərcləyərəmmi? Ona görə də istədim ki, bu proyekt bitəndə Teymurun artıq mənlə möhtəşəm bir dueti radioları zəbt etsin. Son buraxılışınızda da Səs Azərbaycan bunu Bəli, açıqladı siz. dedim. Çünki elə oradan da o, hal-hazırda da bəlkə studiyadadılar. Sizə deyim ki, musiqi prodüserimiz də Murad Arifdir. Ona böyük təşəkkür edirəm. Murad Arif də Çünki salamlayırıq. Murad Arifdən xahiş etdim ki, bunu tək bacarmayacağam. Çünki həm Səs Azərbaycandayam, həm orada çatdıra bilməyəcəm. Mənə aranjmanda kömək et. Elvinə də təşəkkür edirəm aranjmanımızı çox möhtəşəm etdiyinə görə. 2 gün dalbadaldı ki, artıq hər kəs studiyadadır və Murad Arif gecəyə qədər bizi oxutdurur. Bizi hazırlayır. Teymur sonuncu Səs Azərbaycan layihəsində uzaqlaşdırıldı siz tərəfdən və bu sosial medianın gündəmindədir ki, Bəli, bilirəm, deyirlər Çünki çox- kommentlərdə məni öldürürlər. çünki çox sevinmişdiniz onu komandaya. Amma mən o kommentlərə fikir versəydim, yəqin ki, ruhən çox parçalanardım. Arada olan, olmayan, o qədər düşüncəli, düşüncəsiz şeylər bölüşürlər ki, məncə gələn gənc nəsildir. Bunlara fikir verməməlidir. Elə məsləhətlər, elə bir sözlər olur ki, biz orada özümüzə düzəliş veririk, amma bəzən də heç arxasını, sonrasını düşünmədən danışırlar. Ona görə mən işimin peşəkarıyam və bilirəm nə edirəm və bu səfər də bilərək doğru addım atmışam. Bircə onu deyə bilərəm sizə. Teymur neçə illərdir oxuyur. Teymurun bir neçə klipləri var. Pitchline-la bir yerdə proyektləri olub. Orada da Murad Arif onların yanında olub kömək eləyib. Siz heç Teymuru tanıdınızmı? Qəbul etdinizmi? İndi icazə verin Röya onu sizə təqdim etsin. Bu da sizin plan strategiyalarınızdan Mən biridir. beləyəm, Mən bəli. belə istəyirəm Mən demək. belə istəyirəm. Azərbaycan musiqi sənayesinə bu cür artistlər lazımdırmı və onların müsbət tərəfləri varmı? Əvvəla onu sizə deyim ki, Azərbaycan musiqisi hal-hazırda bərbad haldadır. Bəli, Azərbaycana musiqiçi lazımdır. Azərbaycanın o boyda sərvəti var, musiqisi var. Onu təqdim etmək lazımdır. Bu ölməməlidir. Qətiyyən. Biz hal-hazırda Babəkin belə işlərini, bilirsiniz, Emin Kərimi New Yorkda yaşayır. Onunla bir yerdə düşünürük ki, biz Babək üçün nə düşünə bilərik? Başa düşürsünüz, mən hətta Azərbaycandan köçmüş, xaricdə oxuyan, yaşayan sənət dostlarımdan belə kömək istəyirəm bu uşaqlara görə. Çox böyük ehtiyac var və mən onlara inanıram. Murad Arif verilişlərin birində dedi ki, inşallah ki, siz buradan gedəndə ulduzluq xəstəliyinə yox, qarışqa kimi üzərinizdə işləyəcəksiniz. Mən də uşaqlarımdan fil kimi dayanmağı, qarışqa kimi çalışmaq istəyirəm, tələb edirəm. Orada siz səsdən əlavə artistlərə şanslar verirsiniz. Daha doğrusu gənc artistlərə və orada deyirsiniz ki, mən hələ ki sənə şans verirəm, şou görmürəm. Şou bir artistin həyatında çoxmu önəmlidir? Sizdən misal çəkə bilərik ki, siz duyğu və səs sənətçisisiniz. Bu il mənim 25 ilimdir. Bəli. Bu il konsertdə orkestr və mən olacağam. Çünki mən düşünürəm ki, yaşıma görə, hətta biz keçən il olduqda Dream Festdə biz nə gözəl şounu göstərdik. Hər kəs elə bildi ki, rəqslər qurulmuşdu, məndən məşq keçmişdi. Qətiyyən hər şey orada baş vermişdi. Hamı birləşmişdi və möhtəşəm bir şou təqdim etdik. Keçən açılışı siz elədiniz. Bu il bağlanışı siz eləyəcəksiniz, yoxsa? Bax, şoudan danışdıq. Bəli. Əslində, əlbəttə ki, musiqinin bir qolu da şoudur. Hər kəs elə düşünmüşdü ki, biz ona ayrıca bir hazırlaşmışdıq. Açılışda. Açılış. Amma bu enerji ilə bağlı idi. Əlbəttə ki, böyük
komanda çalışmışdı. Yaxşı xərclər tökülmüşdü. Geyimlər, Geyimləri, böyük. rəqqasları. Amma orada səhnədə özümə baxanda dedim ki, mən səni tanımadım. Bu hansı röya idi? Anladım ki, doğrudan da səhnədə səslə birlikdə bəli, şou da lazım. Amma bu il biz yoxuq. Səbəb? Səbəb ona görə ki, mən bu il bibə oluram. Aa, Bu da o təbriklər bu aya arada. düşür. Və onlar bilirsiniz İstanbulda yaşayırlar və mən gəlinimdən ötürü ölürəm və onu tək qoya bilmərəm. O da o aya düşür və biz bilmirik o hansı gündür. Ona görə də mən bu səfər dedim ki, məni bağışlayın. Əlbəttə ki, biz açılışlı olmalıydıq. Mən dedim ki, mən orada iştirak etməyi sizə yalançı çıxaram. Deyərəm ki, gələ bilirəm. Çünki mən buradan bütün işlərimi bitirirəm və uçuram İstanbula, oluram gəlinimizin yanında. Gözləyirəm görüm dünyaya nə gələcək. 25 illiyində bundan gözəl hədiyyə olmadı. Bundan gözəl hədiyyə ola bilməzdi, bəli. Bu il həm də bizim qəşəng konsertlərimiz var. İnşallah bir bu Səs Azərbaycanı sevgi ilə, bir güclə, yaxşı işlərlə bitirim. İnşallah görüm, bəlkə mən oldum qalib. Amma inanırsınız o 4 münsif idi biz, o 4 dost, o qədər hamısını içdən sevirəm, doğrudan çox sevirəm. Onlara arada deyirəm ki, mən əgər udmasam, burada özümü yandıraram. Eldar, mən udacağam. Artıq söhbətlər gedir qalib. Yox, biz reklam aralarında danışırıq. Söhbətlərdə rəqabətdir də bu. Zülfə xanımın da bir dənə zarafatı var. O söz yadıma düşür, ölürəm gülməkdən. Deyir, Röya, sən narahat olma, sən bu arzuları arzula. Əgər burada udmasan da mən sən öləndə 80 illiyini keçirdəcəm. Bu uşaqlar da orada oxuyacaqlar. Ümumiyyətlə qalib olsaz, bir vədlər varmı? Bilirsiniz, mən İştirakçılarla bağlı. Bəli, mən kimə nə vəd etmişəmsə, onların üstündə durmuşam, dururam. Artıq Teymurdan danışdıq. Teymur artıq hazırdır hər tərəfli. Yerdə qalıb 3 iştirakçım. Onlar da bu dəqiqə bəstəkarlar onların üzərində işləyirlər. Açıqlama verə bilmərəm ki, kimlə qalacam. Çünki mənə göstərdikləri enerjidən asılıdır. Bu həftə mən bilmirəm seçdiyimiz deyim, mahnıları necə mənə təqdim edəcəklər. Bilirsiniz, hamı elə bilirdi ki, məsəl üçün mən finala Teymurla gələcəm. Şok keçirtdilər mən Teymuru yola salanda. Ona görə bu həftə də bilmirəm nə baş verəcək. Röya ilə hər şeyi gözləyin. Bəs qalib olmasaz, bu ruh düşkünlüyü yaradacaqmı sizdə? Qətiyyən. Yenə də istərəm Səs Azərbaycanda jüri olmaq. Artıq bununla da siz mesaj verdiniz ki, gələcək proyektlərdə siz varsınız. İnşallah. Bilirsiniz niyə biraz tərəddüdlərim var? Çünki bu proyekt həm gözəlliyi ilə birlikdə də biraz məni işlərimdən də uzaqlaşdırdı. Razıyam Biz sizdən. konserti may ayında etməliydik. Bu 25 illikdə həm Konqres, həm Heydər Əliyev adına sarayda. Biz bu proyektə görə mayda yox, noyabr ayına salmağa məcbur qaldıq. Bir çox məclislər və götürdüyümüz toylar, işlər var idi ki, biz hər kəsə zəng vururduq ki, gələ bilmirik. Çünki səhər 10-da orada olmaq üçün məni 8-də oyadırdılar. Səhər 10-dan axşam 10-a. Səhər tezdən siz oyanırdınız. Bu 4 ayı, bu zülmü çəkmişəm mən, biləsiniz. Və axşam 10-11-in yarısı bitirsən, ən uzağı bir dənə səhnə ala bilərsən və elə günlər olurdu ki, mən deyirdim ki, yox, mən təzdəndən başqa paltar dəyiş, ora get oxumağa halım yoxdur. Və əlbəttə ki, Səs Azərbaycan mənim həyatıma gözəllik gətirdiyi kimi də bir çox ziyanları da vurdu. Məsələn, qonorar ziyanı, açıq deyək. Qonorar ziyanları bəli çox oldu. Çox işimdən uzaqlaşdım. Ümumi heç bir mühasibiniz sizə bir hesabat verəndə deyibmi ki, dedilər, Röya 2 evi pulu getdirir. Canımız sağ olsun. Bu proyekt Belə cəlalə Azərbaycan üçün çox önəmlidir. Və biz ora bir gözəllik gətirmişik. Qoy olsun, hər zaman da hər yerdə oxuyacam, qazanacam deyə bir şey yoxdur. Bu proyektlə mən çox şey qazandım. Hamı bilirsiniz nə deyir? Hamı deyir ki, görün ictimai televiziya Röya xanı ora gətirmək üçün əlini cibinə nə qədər salıb. Bəli, amma deməyəcəm. Əlbəttə ki, orada əyləşən hər kəsin öz qonorarı var və hər kəs onu almadan o kürsüyə əyləşməzdi. Bilirsiniz, bayaq qeyd etdim. Sən bütün günü orada olanda hər tərəfli ailəni görməkdən məhrum olursan, işindən məhrum olursan. Vaxt əsas məsələ. O işıqlardan sonra sizə deyim ki, mən getdim check-up'a da gəldim. Migren tutdum, bəli o işıqlardan. İndi hal-hazırda mən bir necə olmuşam. Başımı yuyurlar salonda, işığı söndürtdürürəm. O dərəcə. Otağımda işıq yoxdur. Yəni işığa qarşı gözlərim falan çox Antipatiya yaranmış. bərbad haldayam. Yəni
Canınızı aldı Vallahi, Səs hə. Azərbaycan. Amma xoş bir anılar da oldu. Vay vay, çox, Məsələn, pərdə arxası çox. gülməli, maraqlı, hansı məqamlar var yadınızda qalan? Vallahi efir üçün deyir, danışa bilmərəm, biabırçılıqlardır. Yox, deyə bilmərəm, çünki o qədər aramız açıqdır ki, hər kəsdən o qədər pis zarafatlarımız var ki, mən onları deyə bilmərəm yəni. Bəs maraqlı bir sual verim. Hansı müsifi orada kəşf elədiniz? Eldar. Eldar. Sizə bir söz deyim, həmişə Eldara baxırdım, dedim ki, adam Ne soyuq qəşəng acı oğlandı, oğlan amma bu çox soyuqdur, acı deyib. Bu nəyini çox istəyirlər falan. Orada onu o qədər sevmişəm. Dəhşət. Kəşf elədiniz. Kəşf eləmişəm, çox sevmişəm. Nə bilim, deyiləsi deyil. Maşallah, maşallah. Gözdə nəzər dəyməz. Münasibətləriniz. Çünki neçə sezon bir yerdəsiz. Bu 4 artistin bir yerdə, eyni fikirdə, eyni zövqdə, eyni aurada qalmağı çox çətin Bəli. məsələdir. Zaten hər kəs bilirdi, Zülfiyyə xanım mənim başımın tacıdır, canımdır. Ölürəm ondan ötürü. Orada hərdən bir mamalıq deyir sizə. Bəli, bəli. O da qəşəng çıxır. Deyir, ay qız özü yığışdır, çox zarafat edir. Beri bu uşaq mənimdir. Bu uşağı kim aparsız otaqda hamımızı girib parçalayacağam. Gözəl günlərimiz keçdi. Zaten onu demək istəyirəm ki, Zülfiyyə xanım hamı bilir ki, həyat müəllimimdir. Bəli, bunu Bu dəfələrlə dəqiqə mən açıqlamısınız bir siz. çox şeylər alıramsa, öz övladım üçün arxaya atıramsa və yaxud da ki, işimdə, sənətimdə biraz da böyüyürəmsə, bunlar hamısı onun əməyidir. Bugün çox səbirliyəm. Bəzilərinə cavab vermirəm, səbirlə dözürəm. Bu da Zülfiyyə xanımın əməyidir. Son illərdə sizdə əvvəllər mənim üstümdə ümumiyyətcə bəli. çox əməyi var onun 16 yaşımdan. Sizə deyim, ilk ulduzdur ki, onun evində gözümü açmışam. Yəni bilirsiniz biz trioda oxuyanda beklərdə Bəli. oxuyurduq. Və Ən səmimiyyət çox görürsünüz. sevdiyim, mənə ən çox qucaqlayan adam olub. İyi ki, mənim həyat müəllimim olub. Və bir informasiyada, bilmirəm açıqlaya bilərik ya yox. Denən. Murad Ariflə duet. Oo, deyək. Siz o proyektdə bir əli dolu çıxdınız ha xeyli. Mən sizə deyim, Səs Azərbaycan mənə çox gözəl. Yaradıcılığınızda böyük bir Yaradıcılığımda çox gözəl mənim üçün hədiyyələr bəxş etdi. Murad Ariflə artıq klipi də çəkdik. Aa. Bəli. Çox güman ki, bir həftəyə artıq Yayın bəli. bombası gəlir. Bombası. Bir hitmaker, bir dost, bir bəstəkar, bir də mənim həyatımda onun çox böyük rolu var, bilirsiniz. İnanıram ki, bu da qəşəng olacaq. Özü də istedadlıdır da balam da. Nə yaxşı o proyektdə var. Elə ağıllı sözlər öyrənmişəm ondan. Xeyirlisi. Ondan elə ağıllı sözlər öyrənmişəm. Uşaqlar proyektinə sizi dəvət etsələr, Səs Azərbaycan uşaqlar. Sizə Orada bir şey necə? deyim, bilmirəm. Orada kövrələrəm, pis olaram. Siz Yox, orada xətrə uşaqları dəymək- çıxarda bilmərəm. Cavabımızı Bir də da yaşa aldıq. dolduqca belə başqa cür olmuş amma əvvəl sizə bir dənə söz deyim, deyirdilər, Röya belə tap deyir hər şeyi. İndi o Röya Çox yoxdur, bunu düşünüb. biləsiniz. Heç qətiyyən kimsə xətrinə dəyim, belə başqa cür olmuşam. Kiməsə də cavab qaytarım. O mənə çox pis enerji gətirir. Ona görə də yox, belə daha mutluyam, da huzurluyam, da gözələm. Bilmirəm. Lalə Məmmədova demişkən gözələm. Bugün gözələm. Sosial mediada yazanlar, pozanlar, kulislərdə danışılanlara ki, Röya Ayxan niyə Səs Azərbaycanda var? İsmarıc nə Mən də yollayardınız? sizə bir sual verim. Niyə Röya Ayxan o kürsüdə olmasın? Deyin görün mənə. Niyə olmasın? Röya Ayxan bu dəqiqədə Mikpro ilə biz çalışırıq. Hər həftə sizə təqdim edirəm. Hər 5 ildə neçə hitlər çıxıb. Birlikdə ağlayıb gülmüşük. Ən gözəl konsertləri sizə yaşatmışam. Sizlə ağlayıb gülmüşəm. Kifayət Röya qədər. Ayxan Azərbaycan estradasına yeni nəfəs gətirdi. Mənim öz yolum var. Və o yolun da Ay arxasınca millət, da ordu Ay gəldi. əziz tamaşaçılar. Mən heç kimin yolunu təkrar etmədim. Mən kiməsə oxşamadım. Kiminsə stilini oxumadım. Bu dəqiqə hər kəs kim bunu dansa, zaten özü bilər. Amma bunu danmaq da Allaha acıq edər. Mən öz yaşımda, öz yaşımla, öz yaşlarım arasında öz cığırını yaradan qadın oldum. Mən öz tərzimi oxudum. Mən elə bir yol açdım ki, o yol heç vaxt unudulmayacaq. Və məncə siz bu fikirlərdən əl çəkin. Çünki siz belə danışdıqca mən daha çox gücə gəlirəm. Gəlin əl-ələ verək. Bizim bu sərvətimizi yerə vurmayaq. Sevgilərimizi bir-birimizə vaxtında çatdıraq ki. Sabah mən başımı qoyub Allah eləməsin, bir şey olsa mənə, hamınız mənim arxamca elə ağlayıb, bu qız belə idi, bu qız belə idi. Bunu mən öləndən sonra deməkdənsə, mənim sağlığımda deyin ki, mən sizə daha gözəl işlər bəxş edə bilim. Sizi sevirəm. Bir-birinizin xətrinə dəyməyin. Bir-birinizi qoruyun.
ürəyimsiz. Təşəkkür Çox edirəm. sağ olun hər şey üçün, minnətdarıq. Çox sağ olun, Əlavə uşaqlar. deyəcək nə var? Əlavə heç nə deyəcək yoxdur, hamısını dedin. Denən ki, bu yay harda istirahət Vay, hara eləyəcək. gedirik? Hara gedirik? Sizi Bodruma aparacağam. Ora! Sağ olun. Çox sağ olun.